English funny stories, İngiliz dili gülmeli hikayeleri, joke about a bed, çarpayı hakkında zarafat. Peter goes to a doctor. Peter həkimə gedir. Doctor, I have a problem. Həkim, mənim problemim var. He says, o deyir. When I sleep in my bed, mən yatağımda yatanda, I think that there is somebody under my bed. Mən belə düşünürəm ki, yatağımın altında kimsə var. I look under my bed. Mən yatağımın altına baxıram. And I think there is somebody on my bed. Və belə düşünürəm ki, yatağımın üstündə kimsə var. On anda, altında, üstündə, altında. I think that I am crazy. Mən belə düşünürəm ki, mən dəli olmuşam. The doctor thinks for 1 minute. Həkim bir dəqiqə düşünür. Then he says, sonra o deyir, come to me for 2 years. 2 il mənim yanıma gəl. Come here 3 times in a week and I will help you. 3 dəfə həftədə yanıma gəl və mən sənə kömək edəcəyim. How much will I pay? Peter asks. Mən nə qədər ödəyəcəyim? Peter soruşur. $100 for a visit. The doctor says. Hər müayinə üçün $100. Həkim deyir. Peter says, I will think about it. Peter deyir, mən bu haqda düşünəcəyim. Peter never comes back. Peter heç vaxt gəlmir. After 2 weeks, he meets the doctor on the street. 2 həftədən keçəndən sonra o həkimi küçədə görür. Why didn't you come to visit me? The doctor asks. Niyə sən məni baş çəkməyə gəlmədin? Həkim soruşur. $100 for 1 visit. Bir baş çəkməyə, bir müayinəyə $100. It is expensive for me. Bu mənim üçün bahalıdır. A barman helped me for $10. Barmen mənə $10 kömək elədi. The doctor doesn't understand. Həkim başa düşmür. What did he do with you? O səninlə nə elədi? He told me to cut the legs of the bed. O mənə dedi ki, çarpayının ayaqlarını kəsim.